Salam. Deməli, gəlin biz bu günləri signum x funksiyasından danışaq. Signum x bu şəkildə yazılır. Y bərabərdir signum x. Signum x-in başqa bir adı da işarə funksiyasıdır. Yəni nəyə görə işarədir? Biz bunun qrafikini qursaq görərik ki, həqiqətən də işarə bir funksiyasına oxşuyur. Gəlin biz signum x-in qiymətlər çoxluğundan və təyin oblasından danışaq. Signum x bərabərdir. Signum x 1 qiymətini alır. Harda? X böyük olanda 0-dan. Signum x mənfi 1 qiymətini alır. X kiçik olanda 0-dan. Signum x 0 qiymətini alır. X-in 0 qiymətində. Bax bu şəkildə. Signum x. Bax burada biz x-a istədiyimiz qiymətləri verə bilərik. Amma bu y-in y 3 qiymət alacaq. Y deməli alacaq nə? Alacaq -1, 0 və 1. Bu qiymətlərdən başqa heç bir qiymət ala bilməz. Yəni almağı qeyri-mümkündür. İndi gəlin məsələn yazaq birin. Nümunə kimi yazaq ki, məsələn signum 3. Bu nədir? Bunun cavabı 1-ə bərabərdir. Niyə? Çünki bax burada x-in yerində bizdə 3 dayanıb. 3-də dedik ki, hansı halda? Böyük x-in 0-dan böyük halı. Deməli, cavab nə olur? Cavab olur 1. Başqa birinə baxaq. Məsələn, signum məsələn 7. Bunun cavabı nədir? Signum 7. Signum 7-nin cavabı olacaq avtomatik 1. Çünki niyə? X dedim ki, böyük olanda 0-dan cavab nə olur? Cavab olur 1. Digərinə baxaq. Məsələn, signum mənfi məsələn 4. Signum -4. Bunun cavabı nə olacaq? Bunun cavabı olacaq -1. Çünki niyə? Dedik ki, x kiçik 0 olduğu halda, cavab nə olur? Cavab olur -1. Başqa birinə baxaq. Məsələn, signum məsələn belə deyək 0. Bərabər olur nəyə? 0-a. Çünki niyə dedik ki, x bərabər olanda 0-a, signumun cavabı 0-a bərabər olur. Bax bu şəkildə. Amma bəzən məsələn elə verir ki, sualı, məsələn, deyir ki, signum deyir x üstü 4 üzərinə gəlinsin 8. Deyir bunun qiymətini hesablayın. Bax bunun qiyməti x-in istənilən qiymətində, yəni mənfi sonsuzluq, müsbət sonsuzluq qiymətində fərqi yoxdur. -5, müsbət 5, 8, 2, -1, nə bilim kök altında 3. Bunun cavabı bax x üzəri 4-ün cavabı hər zaman müsbət eləyəcək. X üzəri 4-ün cavabı hər zaman müsbət olur. Müsbətin üzərinə bax bu 8-i də gələndə müsbət eləyəcək də. Deməli bu yekunda. Bax buranın cavabı müsbət eləyir. Yəni ki, böyük 0 olur. Yəni bu x üstü 4 üzərinə gəlinsin 8. X-in istənilən qiymətində 0-dan böyük olur. 0-dan böyük olduğu halda da signumun cavabı nə idi? Signumun cavabı 1-ə bərabər idi. Bax bu şəkildə. Amma indi məsələn belə yazaq. Yazaq ki, məsələn x çıxaq 6. Bax belə. İndi burada bax biz o həmin dediyimiz mənfi sonsuzluq, müsbət sonsuzluq deyə bilmirik. Çünki niyə? X çıx 6. Bax məsələn x-a 6 verək. Bax məsələn x bərabər 6 olanda, ifadənin cavabı nə olur? 0. X bərabər 5 olanda, ifadənin cavabı olur nə? -1. X bərabər 7 olanda ifadənin cavabı olur nə? İfadənin cavabı olur müsbət 1. Görsən niyə? Bax məsələn 6 qoydum, oldu signum. 6 çıx 6 0 bərabər oldu 0-a. Signum 5. Signum 5. 5 çıx 6 daha doğrusu. Nə edir? -1. -1 qiymətində nə alır? Bərabər olur -1-ə. 7 qoyanda 1. 1-də nə alacaq? Müsbət 1 alacaq. Ona görə indi yəni bu x çıxaq 6 olan halında,
bir qiymət alır. Məsələn, hər dəfə 0 ala bilir, -1 ala bilir, bir də müsbət 1 ala bilir. Müsbət 1 ala bilir. İndi gəlin biz y bərabərdir signum x funksiyasının qrafikini quraq. Düzbucaqlı Descartes koordinat sistemi çəksəm, İndi nə eləyək? Bura y-dir, bura x, hamı bilir, burada 0-dır. Gəlin bunu bölgülərə bölək. 1, 2, 3. Bura 1 olsun. Bura -1, -1, -2, -3. -3 bu şəkildə olsun. Deməli, gəlin. Biz x-a qiymət verək. X bərabər olsun 1-ə. X 1 olanda signum 1 nə edir? 1. Deməli, y bərabər olur 1-ə. X-in 1 qiymətində, y bərabər olur 1-ə. Bax, bu şəkildə. Belə. Daha doğrusu bunu alacaq da 1. Sonra, x bərabər olsa 0-a, y nə olacaq? Y bərabər olacaq 0-a. X-in 0 qiymətində y 0 olur. Sonra x bərabər olsa -1-ə, y-in cavabı nə olacaq? Y bərabər olacaq -1-ə. Bu şəkildə. Deməli, bir də təkrarlayaq. X -1 olanda, y nə olur? Y olur -1. Bax, bu şəkildə. Y olur -1. Davam eləsək. X bərabər olanda 2-yə, y nə olacaq? Y bərabər olacaq 1-ə. X-in 2 qiyməti hanı? Bax, x-in 2 qiyməti burada. Y bərabər olur 1-ə. Bax, bu şəkildə. Bax, belə. Sonra, x bərabər olsa -2-yə, y bərabər olacaq nəyə? -1-ə. X-in deməli -2 qiyməti. X-in -2 qiyməti burada. X-in -2 qiymətində y nəyə bərabər olur? Bərabər olur 1-ə. Bax, bu şəkildə. Bax, bunun qrafiki, signum x funksiyasının qrafiki. Bax, bu şəkildə gedəcək. Bax, belə. Bu niyə belə oldu? Bu şəkildə gedəcək. Bir də çəkək. Bax, belə. Bu nə olacaq? Bu olacaq üfüqi asimptot. Bax, belə. Bu şəkildə davam edəcək. Deməli, bu nəyin qrafiki oldu? Bu bərabər oldu. Y bərabərdir signum x funksiyasının qrafiki olmuş olacaq. Bax, belə. Həqiqətən də biz görürük ki, bax, işarə bildirir də, bax, sağa tərəf, belə deyək, sola tərəf, məsələn, bax, belə. İndi gəlin bir signum funksiyası çəkək və bunun qrafikini qurmaya çalışaq. Y bərabər olsun, deyir, signum x kvadratı çıxılsın 16 funksiyasının, məsələn, deyək ki, qrafikini qurun. Deməli, biz ilk növbədə bax, buranın içərinin qiymətin, yəni araşdırmalıyıq. Qiymətin deyəndə ki, işarəsin. X kvadratı çıxılsın 16-nın işarəsini araşdırmaq üçün birinci biz bunun köklərini tapmalıyıq. Bunu bərabər eləyək 0-a. X minus 4, x plus 4 bərabər olur 0-a. Buradan x1 bərabər olur 4-ə, x2 bərabər olur nəyə? -4-ə. Bax, bu şəkildə. İndi, deməli, bir ədəd oxu çəksəm, deməli, -4, müsbət 4-ü qeyd eləsəm. -4-ü müsbət 4 qeyd eləsəm. Bunun işarələrini araşdırsam, -4-dən böyük qiymətlərində ifadə olur müsbət. Mənfi müsbət kimi davam eləyir. Müsbət, mənfi, müsbət kimi. Deməli bu, mənfi sonsuzluqdan -4-ə qədər ifadənin cavabı, bax, ifadənin cavabı, y-in cavabı nə olur? Y-in cavabı olur müsbət, böyük olur 0-dan. -4, müsbət 4 parçasında ifadənin cavabı olur nə? İfadənin cavabı olur 0, və müsbət 4-dən, daha doğrusu 4-dən müsbət sonsuzluğa qədər, ifadənin cavabı yenə olur nə? Böyük olur 0-dan.
Üzr istəyirəm. Burada bərabər 0 yox, kiçik 0. Kiçik 0-da mənfi aralıq. Bax, burada mənfi aralıq. Kiçik olur nədən? Kiçik olur 0-dan. Amma indi gəlin biz 0 olduğu halda araşdırsaq. X bərabərdir 4. X bərabərdir -4 olan halda isə ifadənin cavabı olur nə? İfadənin y-in cavabı olur 0. Bax bu şəkildə. İndi biz yenə də Descartes koordinat sistemini çəksək. Bu şəkildə. Bunu biraz yuxarı ala bilsək, bax belə. Bu şəkildə çəkdik. İndi nə eləyək? Bura x, y-i qeyd eləyək. X, y 0, x, y 0. Gəlin belə bir şey eləyək. Deməli, kökləri qeyd eləyək. Köklər nə oldu? 4 ilə -4. Deməli, bax 4 burada, 4 burada. -4 də deyək ki, burada. 4 -4. İfadə nə idi? İfadə belə idi. Y bərabərdir signum x kvadratı çıxılsın 16. 4 verəndə, x-a 4 verəndə y nə olur? X-a 4 verəndə, bax, y olur 0. X-a 4 verəndə y olur 0. Bax bura. 4-dən böyük bir qiymət verəndə, məsələn 4,1 verəndə cavab olur 1. 4,1 verəndə cavab olursa 1. Bax, 1-i qeyd eləyək, 1. Bax, belə olduğu halda cavab olur 1. Deməli, cavab 1-dirsə, bax, buradan bir dənə şaquli asimptot çəkə bilirəm mən. Cavab 1-dir. İndi bunu silirəm, bax, bunu sildim. Bax, oldu belə. Sonra, 4-dən kiçik qiymət verəndə, 3 verəndə cavab olur -1. -1-i qeyd eləyək. -1 harda oldu? -1 oldu burada. -1. 4-dən kiçik qiymətində, bax 4-dən kiçik olanda cavab olur -1. O zaman bunu silək, bax bunu silək. Burada bir nöqtə qeyd eləyək. Sonra keçək baxaq bax bu tərəfə. Burada da yenə həmçinin. Bax -4 verəndə cavab olur nə? -4 verəndə cavab olur 0. -4-də cavab oldu 0. -4-dən böyük qiymət verəndə, məsələn, -4-dən böyük -3 versəm cavab olacaq -1. Cavab olsa -1, bax burada bir dənə nöqtə qeyd elədim. 4-dən kiçik bir qiymət verəndə cavab olacaq -1. Bax burada da bir nöqtə qeyd elədim. Deməli, indi bu xəttləri birləşdirirəm belə. Bu oldu üfüqi asimptot və bunların da bu -4, -4-ü birləşdirəndə bax belə bir funksiyanın qrafiki alınır. Deməli, bu funksiya hansı funksiyanın qrafiki imiş? Y bərabərdir signum x kvadratı çıxılsın 16 funksiyasının qrafiki olmuş oldu. Bax bu şəkildə. Bu da oldu. Bizim nə? Bu da oldu bizim signum x funksiyası. Yəni bu şəkildə. Bax, fikir ver burada da. X-in bir qiymətində y alır nə? 1, 0, -1, 1, -1. Bax, bu şəkildə davam edir. 1, -1, bir də 0. Başqa qiymət, yəni signum x funksiyası ala bilmir. Bax, bu şəkildə.